Mobifone Electronics mağazası ilə bağlı Today Press TV-yə şikayət daxil olub. Bir müddət öncə mağazadan iPhone 16 Pro Max almaq istəyən müştəri dələduzluğun qurbanı olduğunu iddia edib. Onun sözlərinə görə mağaza ona iPhone 16-nı məsləhət görüb və mobil telefonun saytda yazılan satış qiyməti ilə ondan alınan ödəniş fərqli olub. Mən Instagram üzərindən gördüm, reklam üzərindən gördüm, yaxınlaşdım ora. Əslində mən 16 Pro Max istəyərək yaxınlaşdım. Onlar mənə dedilər ki, sən tələbəsən, maddiyyat baxımından sənə 16-nı tövsiyə edirik. Mən də 16-nı razılaşdım, amma 16 mənə 17-nin qiymətinə gəlib oturdu. 3245 manat kimi. Qoyduğu veb saytlarda qiymətləri 2149 manatdır. Onu sizə də göstərə bilərəm, amma aylığı da 143 manatdır. Amma lakin mənə 199 AZ-nə gəlib çıxır bu telefonun qiyməti. Dediyim kimi, yəni heç bir insan buradan telefonu almasın, nə də telefonu barter eləməsin. Yəni veb saytlarda qoyduğu qiymətlərlə hal-hazırdakı qiymətləri heç uyğun gəlmir, heç üst-üstə düşmür. Yəni çox şişirdilmiş qiymətlər deyirlər insanlara. Xanım onu da əlavə edir ki, orijinal adı ilə 25 manata ona satılan telefon qoruyucusu üstündən bir ay keçməmiş rəngini dəyişib. Bu orijinal adı ilə mənə satılan kablodur, 25 manatdır. Heç bir ay keçmədi ki, bu kablo bu vəziyyətə düşdü. Yəni mən bunu sərgəl şəkildə saxlamışam, hələ heç suya vurmamışam. Yəni normal şəkildə bu kabloya baxmışam. Yəni kablonun vəziyyətini görürsünüz nə gündədir. Yəni 25 manata orijinal adı ilə bunu satıblar millətə. Mənə 25 deyiblər, digərinə 35 deyiblər, digərinə 40 deyiblər. Yəni orijinal adlı bunları millətə sürüblər. Rəngi nə rəngdə idi əvvəl? Rəngi şəffaf rəngi idi. Yəni mənə dedilər ki, bunlar saralmır, rəngi çökmür. Yəni 1 il istifadə müddəti var bunun. Heç bir ay olmadı yəni bunun istifadə müddəti. Üstəlik, sözü gedən mağazada müştəriyə telefon aksesuarları sığorta şəklində təklif olunsa da, müqavilə imzalanandan sonra həmin anda aksesuarların ödənişini tələb ediblər. Aksesuar ödənişi barədə mənə nə dedilər? Yəni aksesuarları kablodur, üzdüydü, proqram təminatı, onları hamısını elədilər. Halbuki mən onlara bildirməmişdim ki, bunları eləyin deyə. Onlar elədilər, bunlar dedilər ki, mənə sığorta təşkilində olunur bunlar. Mən də razı oldum ki, sığorta təşkilindədir. Amma lakin onlar sonda imzalatdılar mənə, dedilər ki, 145 manat ödəməlisiniz. Mən də belə baxdım ki, 145 manat mən nə ödəməliyəm də? Yəni bir dənə adapter götürmüşdüm oradan. Yəni o da 70 manatlı qiyməti. Əlavə olaraq üstünə kabrodur, nə üzdüyüdür, nə onları mən istəməmişəm. Onlar özləri vurublar ora. Yəni əlavə olaraq 145 manat da məndən buradan çıxdılar. Dedilər ki, bunu nə vaxt ödəyə bilərsiniz? Mən də məcbur qalıb onu ödəməli oldum imza çəkilmədən sonra. Yəni onu nağd şəkildə ödəməli oldunuz? Aha, nağd şəkildə. Müştəri həmçinin onu da bildirib ki, sözü gedən mağazada problem təkcə mobil telefonlarla bağlı deyil. AirPods satışında da problemlər var. AirPodsların qiymətləri də mağazanın sosial şəbəkə hesablarında göstərilən qiymətlərdən bahadır. Yəni bir də mənə AirPods təklif elədilər orada telefon üstündə. Dedilər kampaniyaya düşüb bu AirPods 39 ödəyəcəksiniz pso deyə. Mən də razı oldum ki, yəni endirimə düşüb. Və onlar qız mənə 10 dəqiqə sonra dedi ki, gəlin bu AirPods-un özəlliyinə baxın deyə. Mən də yaxınlaşdım qıza. Qıza yaxınlaşanda veb saytlarında, şəbəkələrində gördüm ki, yəni o qiymət həddindən artıq şişirdilmiş qiyməti 399 manatdır. Yəni mən sərf anlamışam qiyməti. Bunu onlara bildirdim, təklifimi, iradımı bildirdim ki, mən bu AirPods-u istəmirəm deyə, geri qaytarılmasını istəyirəm. Yəni bunlar mənə bildirdilər ki, siz zəhmət olmasa gözləyin, sizin məsələ biraz gərgindir, sizlə sonra danışacaq. Lakin bunlar məni belə oyalaya AirPods sifarişi gəlib çatdı. Və mən o AirPods-u geri qaytara bilmədim. Dedilər ki, sizi qaytarmaq mümkün deyil. Hətta bu qiymət fərqini gördükdən sonra müştəri məhsulu qaytarmaq istəyərkən problemlər də yaşayıb. Yəni aldığım günü qaytara bilmədim o AirPods-u. Getdim səhəri valideynimlə bir qırğın dava ilə, yəni orada bir səs-küy ilə o AirPods-u yəni elə bir vəziyyətdə qaytardıq onu. Bəs məbləği qaytardılar sizə? Xeyr, məbləği qaytarmadılar. Onlar oradan çıxdılar. Yəni ümumi məbləğdən çıxdılar. Bir də onu da qeyd edeyim ki, AirPods bunların sistemində 399 AZ-n idi, amma burada komissiyası falan 580 manata AirPods gəlib çıxırdı. Yəni bu harda görülüb ki, 580 manata AirPods olsun? Şikayətçi onu da vurğulayıb ki, kreditə götürülən telefonun aylıq ödənişində problemlər yaranır. Belə ki, hər kredit ödənişində ondan artıq komissiya tutulur. Ödəniş günü isə günün sonu olmadan ona hədə-qorxu gəlinir. O zaman məsələn mən gedib yaxınlaşıb kreditimi ödəmək istəmirəm, onlayn şəkildə ödəmək istəyirəm, lakin onda da məndən 2 ayın üçün 8 manat komissiya istəyir. Yəni mən də ondan soruşmuşam ki, yəni hansı bankdır ki, sizdən 8 manat komissiya tutur. O mənə dəqiq məlumat vermir.
Onlayn kartdan karta ödəyəndə, yəni onlar mənə bildirdi ki, 8 manat ödəməlisən 2 ayın üstünə. Mən dedim ki, 8 manat niyə ödəməliyəm ki? Yəni bu hansı bankdır ki, belə 8 manat komissiya çıxır? Yəni ödəniş vaxtı məsələn bu gün 21 fevral ödənişi ödəməliyəm. Yəni mənim halbuki 24 saat vaxtım var o ödənişi ödəməyə. Onlar saat 9-dan mənə yazdılar ki, ödənişin vaxtı. Deyirəm ki, bilirəm də xanım. Yəni bunu vurğulayırlar hər dəqiqə başı. Bir də mənə hələ qorxu gəlirlər ki, saat 5-ə kimi pulu ödəməsəz telefonu bağlayacağam. Məsələ ilə bağlı Mobifon Electronics mağazası ilə əlaqə saxladıq. Mağazanın nümayəndəsi şikayətçinin iddialarının əsassız olduğunu bildirib. İlk öncə onu bildirim ki, bu tamamilə absurd və tamamilə yanlış bir məlumatdır. Bu ümumiyyətlə əsassız bir iddiadır. Ödəniş də müştərinin müqaviləsində hansı ödəniş günü qeyd olunubsa, o tarixə əsasən tələb oluna bilər və bu tamamilə normal bir haldır. Başqa heç bir dediklərinizdən ümumiyyətlə bu absurddur. Yəni bu belə bir hal baş verə bilməz bizim mağazada. Müştəri hansı tarixə əsasən məhsulu götürübsə və hansı tarixdə ödənişi həyata keçirməlidirsə, müqaviləsində imzalayır da onu, düzdür. O tarixə əsasən həmin gün sadəcə olaraq müştəri ödəniş etməli olduğu ilə bağlı məlumat verilir. Bu qədər. Yəni başqa hər hansısa bir dediklərinizin yaşanması qeyri-mümkündür. Ümumiyyətlə neçə saat ərzində məbləğ, yəni kredit ödənilməlidir? Müştərilər əlbəttə ki, ödənişi 5-ə qədər təmin etməlidirlər. Çalışmalıdırlar ki, 5-ə qədər təmin etsinlər. Əgər 5-ə qədər 12 saat da deyil. Əgər 5-ə qədər ödənilmirsə, o zaman telefonun, yəni siz tərəfdən fəaliyyəti dayandırılır, işlənməsi dayandırılır. Əgər müştəri ödəniş günü ödənişi təmin etmirsə, yəni ödənişdən yayılırsa, təbii ki, sonra müvafiq şöbə tərəfindən lazımi tədbirlər görülə bilər. Onu da qeyd edək ki, bu baş verən ilk belə hal deyil. Bəzi elektronika mağazaları insanlara elə dırnaq arası səmərəli şərtlərlə, kreditlə elektronik məhsullar təklif edirlər ki, insanlar bu şərtlərə gözüyumulu inanırlar. Əksər hallarda rəsmi iş yerlərindən arayış belə tələb olunmur. Bu da insanları şirnikləndirir. Sonda bu cür problemlər yaranır. Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Today Press TV-yə danışarkən bildirib ki, sərfəli qiymətlərlə alıcılara təklif olunan məhsullar sonradan böyük risklər yaradır. Müəyyən aşağı təklif olunmuş faizlər çox zaman aldadıcı xarakter daşıyır və son nəticədə vətəndaşın istehlak hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnir. Düşünürəm ki, həmin fəaliyyət növü ilə məşğul olan şəbəkələr ciddi şəkildə cəzalandırılmalıdır. Müvafiq hüquq mühafizə orqanları bu tip şəbəkələri ilə bağlı müəyyən araşdırmalara start verməlidirlər və son nəticədə istehlakçıların hüquqları müdafiə olunmalıdır. Sədr onu da vurğulayıb ki, belə halların baş verməməsi üçün istehlakçıların hüquqlarını pozan mağazalar mütləq şəkildə araşdırılıb cəzalandırılmalıdır. Vüsalə Nəciyeva, Today Press TV.